salam, xoş gördük hər birinizi, dəyərli müəllimlər və müəllim olmağa hazırlaşan namizədlər. Bu gün artıq sertifikatlaşma imtahanından uğurla keçmiş müəllim namizədlər üçün müsahibəyə hazırlıq necə olmalıdır, hansı məqamlara diqqət yetirək bu videoda bunlara aydınlıq gətirəcəm. Təbii ki, ilk öncə müəllimlər özünüzü təqdim edinlə başlayacağıq. İndi az sonra bunlardan bəhs edəcəm və sertifikasiya imtahanında, yəni test imtahanında uğur qazanmış müəllim namizədləri təbrik edirəm və müsahibə mərhələsində də onlara uğurlar arzulayıram. Bu arada müsahibə qruplarımıza qeydiyyat bir neçə günə başlayacaq. Bu haqda daha ətraflı məlumat almaq üçün ekranda qeyd olunan nömrəyə yazaraq məlumat əldə edə bilərsiniz. Yaxşı, bəs bu müsahibə mərhələsi bəzən olur, deyirsiniz, nədir, nəyə görə lazımdır? Əslində mənə qalsa da işləyən müəllimlər üçün sertifikasiya müsahibə mərhələsi əslində bir balaca önəmsizdir. Həm önəmlidir, həm önəmsizdir. Nəyə görə? Yəni burada daha çox müəllimlərin psixoloji durumu, ünsiyyət bacarıqları yoxlanır ki, belə deyim də, bir neçə il məktəbdə fəaliyyət göstərmiş müəllim var ki, stajı 20 ilin üzərindədir, hətta 30 ilin üzərindədir. Məncə o müəllimlərə artıq həmin o müsahibə mərhələsi lazımsızdır. Yenə də amma təbii ki, hazırlaşmaq lazımdır. İlk öncə özünüzü təqdim edin. Özünüzü təqdim edin. Müxtəlif formada biz bunu ifadə edə bilərik, amma müsahibə mərhələsinə hazırlaşan müdavimlərə məsləhətim odur ki, daha çox pedaqoji staj istiqamətindən, təhsil istiqamətindən başlaya bilər. İndi mən qısaca özümü təqdim edəcəm. Məsələn, mən Mətanət Nəbiyeva, nöqtə-nöqtə qızıl, oğlu bu şəkildə 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasında təhsil almışam, həmin fakültədən məzun olmuşam və 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq, məsələn, məktəbinizi deyirsiniz, vakant yerə təyin olunmuşam. Və yəni əgər hər hansı bir məktəb dəyişikliyi olubsa, tutalım atıram 2022-ci ildə iş yerimi filan məktəbdən filan məktəbə dəyişmişəm. Bunu yazılı olaraq da rəy bölməsində qeyd edəcəm. Və hal-hazırda da misal deyirəm 24 iyun 2026-cı ildə təhsil verənlərin sertifikatlaşma imtahanından uğurla keçərək balınızı da qeyd edə bilərsiniz. Təbii ki, orada ekranda görünəcək. Filan balı toplayaraq müsahibə mərhələsindəyəm. Yəni bu şəkildə özünüzü təqdim edə bilərsiniz. Qeyd edirəm, yenə yazılı şəkildə aşağı hissəyə yerləşdirəcəm ki, özünü təqdim etmə hansı formada necə yaxşı ola bilər. Müəllim var ki, bütün ailə üzvlərindən və yaxud da ki, həyatından, yaradıcılığından bəhs eləyir. Bunlara bir o qədər ehtiyac yoxdur. Əsas təhsil sahəsində fəaliyyətinizi hətta hər hansı bir şagirdinizin, tələbənizin uğurları varsa, həmin uğurları da nə edə bilərik? Qeyd edə bilərik. Keçirəm ikinci sual. Şagirdə rəyi necə vermək lazımdır? Ümumiyyətlə müəllimlər, bunu dəfələrlə, hətta mən MİQ hazırlığı, sertifikasiya hazırlığı orada qeyd etmişəm ki, şagirdə ancaq təlim nailiyyətinə görə rəy vermirik. Nəyə görə? Çünki bəzən şagirdimiz var, həddən artıq əziyyət çəkib, araşdırıb, axtarıb, amma təlim nəticəsi gəlib gördü ki, bir o qədər ürək açan deyil. Ona görə rəyimiz motive edici olmalıdır, rəyimiz həssas olmalıdır, spesifik olmalıdır. Təlim nəticəsi baxımından şagirdi dəyərləndirməlidir. Bəzən məsələn mən Səfəvi mədəniyyəti mövzusundan bəhs edirəm. Gedib verdiyim rəy nə bilim A qoyulunu əhatə edir və yaxud da ki, ümumiyyətlə heç dərsin təlim nəticəsi ilə uyğunluq təşkil etmir. Və yaxud da ki, birbaşa şagirdin səhvinə yönəlir. Ümumiyyətlə effektiv olan rəy, düzgün olan rəy sadəcə səhvi deyil, müsbətləri də vurğulamalıdır, çatışmazlığı aradan qaldırmaq üçün bir üsul da göstərilməlidir, bir yön də göstərilməlidir ki, şagird o səhvi gələcəkdə təkrar etməsin. Məsələn, deyirəm ki, esse yazma bacarığın və yaxud da ki, mətin yazma bacarığın yaxşıdır, durğu işarələrinə əməl etmisən, amma auditoriyanın diqqətini ələ almaq üçün giriş hissədə daha emosional vurğulamalar edə bilərsən. Bax, orada şagirdin müsbət etdiyi tərəfləri də qeyd etdim və çatışmayan o emosiyalar hansı ki çatışmır, onu da aradan qaldırmaq üçün giriş hissəyə yönəltdim şagirdi.
və əziyyət çəkən şagirddə mütləq motive edici rəylə dəyərləndirilməlidir. Keçək növbəti sualımız. Növbəti sualımız üçüncü sualdır. Ümumiyyətlə müəllimlər, əks əlaqələr bunu formativ qiymətləndirmədə mən sizə izah etmişəm. Formativ qiymətləndirmədə təkrar baxa bilərsiniz. Məsələn, məqsədinə görə əks əlaqələr formativ ola bilər, summativ ola bilər. Summativ artıq yekunlaşan işə verilən əks əlaqədir. Formativ davam edici əks əlaqədir ki, dərs boyu verə bilərik. Sonra əks əlaqənin korrekt edici, yəni müdaxilə edib korreksiya edirəm. Yenə deyirəm, formativ qiymətləndirmədə var bunların izahı. Daha sonra konstruktiv əks əlaqə var ki, müsbət mənfi tərəflər vurğulanır, o çatışmazlığı aradan qaldırmaq üçün bayaq dediyim kimi bir detallı rəy verilir ki, neyniyib bu çatışmazlığı aradan qaldıra bilərsən. Motive edici əks əlaqəmiz var ki, şagirdi motivasiya edirik. Daha sonra təsviri var ki, müsbət mənfi tərəfləri detallı şəkildə qeyd olunur. Bax, bunlar əks əlaqənin növləridir müəllimlər. Dördüncü sualımız istifadə etdiyimiz təlim üsulları. Müəllimlər daha çox, yəni ziqzaqdır, beyin həmləsidir, nə bilim Sokrat dialoqu, çıxış biletləri, 3-2-1, bir böl, daha çox bunlardan istifadə edirlər. Ümumiyyətlə, əgər hansı təlim üsulunda çətinliyiniz varsa və yaxud da ki, belə deyim də, çətinlik deməyək, biraz kobud çıxmasın. Hansı təlim üsulundan istifadə eləyəcəksinizsə, o təlim üsulu haqqında bir araşdırma eləyin. Yəni sadəcə tətbiqlə deyil, qaydaları ilə də tanış olmanızı məsləhət görürəm. Sonra indi gəlib bəziləri deyəcək ki, hə, müsahibə mərhələsidir, orada onlara özümüzü bəyəndiririk. Bəli, müəllimlər, müsahibə mərhələsində özünüzü bəyəndirməlisiniz. Yəni mütləqdir də. Yəni qatıq qaradırmı? Qaradır bu şəkildə deməyə məcburuq, məcbursunuz. Niyə? Müsahibədən uğurla keçmək üçün. Çünki müəllimin də psixologiyası yerində olmalıdır ki, şagird düzgün hədəfə doğru neyləsin, apara bilsin. Sonra 5-ci sualımız, şagirdlər sizi əsəbləşdirəndə neynirsiniz? Keçirik, neynirik? Robot rejiminə keçirik. Yəni müəllim qəti şəkildə əsəbləşdim, vurdum, dağıtdım, qışqırdım, bağırdım, bu şəkildə ifadələrdən istifadə eləyə bilməz. Eləməməli, eləyə bilməz deməyək də, eləməməlidir. Özünü ələ almalıdır. Şagirdlə fərdi söhbət, ümumiyyətlə hər hansı neqativ varsa, həm valideynlə, həm şagirdlə fərdi söhbət eləyərək onu aradan qaldırmağa çalışmaq lazımdır. Əgər sual versələr ki, psixoloji problemi olan şagirdlə necə davranmaq olar? Bu zaman məktəb psixoloqu da artıq bizim prosesin tərkibinə daxil olur ki, yəni sadəcə şagirdi belə deyim də irəli aparmaq məktəbin, müəllimin üzərinə düşən bir iş deyil. Burada bizə köməkçidir valideyn, köməkçidir psixoloq, şagirdin özü. Yəni üçbucaq şəklində niyə deyirik ki, təhsil üçbucağı? Şagird, müəllim, valideyn, məktəb, valideyn, şagird. Mütləq ki, yəni əməkdaşlıq şəraitində bizim o çətinliyimiz aradan qalxacaq. İnklüzivlik nə deməkdir? İnklüzivlik bərabərlikdir. Yəni bir sinifdə, bir məktəbdə olan hər kəs bərabərdir. Yəni şagird var gec qavrayır, şagird var fikrini ifadə etməkdə çətinlik çəkir. Şagird var, nə bilim, onun belə deyim də, dilində müəyyən problemlər var. Həmin bunları nəzərə almaq lazımdır. Yəni inklüzivlik bərabərliyi irqindən, dinindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün hər kəsə bərabər yanaşmaq deməkdir. Yəni hər hansı bir şagirdin dəyəri, məsələn, olur da biraz təlim nəticələri aşağı olan şagirdlər. İnsanın dəyəri onun biliyindən asılı deyil, bacarığından asılı deyil. Bilik bacarığından asılı olmayaraq hər kəs dəyərlidir. Yəni bəzən olur ki, sinifdə yaxşı oxuyan uşaqlar o qədər əslində özgüvən yaxşı bir şeydir, amma ego yox. Egoistdirlər ki, digər şagirdlərə yuxarıdan aşağı baxırlar. Bax, inklüzivlik bunu aradan qaldırmaqdır. Hətta bəzən çox təəssüf ki, müəllimlərdə də olur. O qədər pis yanaşırlar ki, filan kəs oxumur, sən keç arxada otur, heç məşğul da olmur, yəni olmaz. Hər kəsə bərabərliyin təmin edilməsidir. İnteraktiv təlim hər kəsin, bax, necə arı qrupu çalışıb o balı ərsəyə gətirirlər. Bax, interaktiv təlimdə müəllim-şagird münasibətlərində bütün sinifin, hətta müəllimlə bir yerdə çalışması deməkdir.
İşçi qrupu atmosferi yaratmağı deməkdir. Ki, məsələn, bir qrup arxada qaldı, bir qrup çalışdı, belə yox. Hər kəs icmanın, hər kəs prosesin bir hissəsidir. Müəllim də burada neyləyəcək? Fasilitatorluq edəcək. Fasilitator müəllim şagirdin yerinə iş görən deyil də, şagirdi o işi görməyə yönəldən, düzgün icra etməyə yönəldən müəllim obrazıdır. Bələdçi müəllim obrazıdır fasilitator müəllim. Sonra müsahibə mərhələsi sizcə nə üçün vacibdir? Bunu bayaq girişdə videoda qeyd etdim. Yəni mənim şəxsi fikrimə qalırsa 99% halda, bəzi halları çıxmaq şərti ilə müsahibə mərhələsi əhəmiyyət kəsb etmir. Yenə qeyd edirəm ki, yəni səhv anlaşılmasın. Çünki belə deyim də, müəllimsə zaten ünsiyyət bacarığı yerindədir. Şagirdə əksər müəllimlərimiz çox gözəl, yerində yanaşır. Amma bəzi hallarda, biraz neqativ hallar var ki, onların qarşısını almaq üçün də müsahibə mərhələsi hardasa yetərli ola bilər. Müsahibə mərhələsində burada biraz da yenə qeyd edirik ki, müsahibə mərhələsi. Məsələn, müəllim öz üzərində çalışacaq, eyni zamanda çatışmaz olan hissələrini görəcək ki, məsələn, dərsin hansı hissəsində, misal götürək icmalda və yaxud da ki, dərsin quruluşunda səhv elədiksə, bunu mütəxəssislər tərəfindən bizə yol göstərilməsi baxımından faydalıdır. Yəni belə bir istiqamətdən giriş edib sualı cavablandıra bilərsiniz. Sonra 9. Şagirdlərlə işləyəndə hansı çətinlik olur sizin üçün? Yəni şagirdlərlə işləməyin bir çox çətinlikləri ola bilər. Məsələn, cəlb etmədə problemlər ola bilər və yaxud da ki, şagird dərsə gəlməyində, adaptasiya prosesində çətinliklər ola bilər ki, biz müəllimlər də bunun öhdəsindən əlimizdən gəldiyi qədər valideyn, rəhbərlik, psixoloq, şagird, yəni bunun öhdəsindən gəlməyə çalışırıq. Yəni maraqlı üsullardan cəlb etmədə, oyunlardan, digər cəlb etmə vasitələrindən istifadə edirik ki, sağlam bir mühit yaranmış olsun. Sonra sinifinizdə daha çox deyir hansı intellektə sahib şagirdlər var? Bu zamanda Gardnerin intellekt tipləri köməyinizə gələcək. Məsələn, naturalistdir, məntiqi riyazidir, məkan vizualdır. İndi bu haqda əgər məlumatınız yoxdursa, Gardnerin nəzəriyyəsində məlumat əldə edə bilərsiniz. Sinifdə deyilən çox tətbiqinə üstünlük verdiyiniz metod, yəni daha çox oyunlaşdırma, oyun əsaslı təlim modeli və yaxud da ki, metod, yəni oyundan istifadə edirəm və yaxud da ki, şagirdləri araşdırmağa yönəldirəm. Bu, hər müəllimdən müəllimə görə dəyişə bilən bir metod. Öz metodunuzu neyləyə bilərsiniz? Sadalaya bilərsiniz. Sinifdə təhlükəsiz mühiti necə qurmaq olar? Ümumiyyətlə, daha çox hətta sinif rəhbərləri, düzdür, sinif rəhbəri deyəndə digər müəllimlər o məsuliyyəti öz çiynindən atmasın. Sinif mühitidirsə orada bullying də olacaq və yaxud da ki, şagirdin birinin dediyi söz o birinin boğazından keçməyəcək. Yəni bu münasibətləri əslində tənzimləmək bizlərin üzərinə düşür. Ona görə şagird özünü neynəməlidir? Təhlükəsiz mühitdə hiss eləməlidir ki, bax, müəllim məsələn səhvimdə mənim yanımdadır. Bullying halı olanda onu belə deyim də etiraf eləməyə çəkinməməlidir ki, həm məni məktəbdən kənarlaşdıracaqlar və yaxud da ki, nə bilim bu kimi neqativ hallar olacaq. Ona görə o təhlükəsiz mühiti həm psixoloji cəhətdən, həm də fiziki cəhətdən yaratmaq lazımdır. Bəzən olur ki, nə bilim sinif otaqlarında qırıq partalar, elektrik naqillərinin üzəri açıq olur. Yəni bunlar da xüsusi diqqətli olmalıdır ki, belə neqativ hallara yol verilməsin. Sonra bullying, ən çox eşitdiyimiz ifadə. Bullying qısnama deməkdir. Bullying bir çox hallarda, məsələn, şagird şagirdə olur da qısqanır ki, onun təlim nailiyyətini və yaxud da ki, nə bilim, geyimini və s. və s. Bunun nəticəsində bullying baş verir. Bullyingin işçi qrupu şəklində olan əvvəlki versiyası mobbing adlanırdı. Bullying dərsində bundan mən bəhs etmişəm. İzləyə bilərsiniz kanalımızda. Yəni bullyinglər məqsədli ola bilər, məqsədsiz ola bilər, tədris bullyinqi ola bilər, ən çox yayılmış kiber, verbal bullyinglər ola bilər. Yəni bullying qısnamadır. Bullyingin olmaması üçün də şagirdlərlə biz əvvəlcədən müəyyən söhbətlər aşılamalıyıq, emosional dəyərlər, mənəvi dəyərlər, valideynin maarifləndirilməsi, şagirdin maarifləndirilməsini etmək olar ki, yəni bu kimi neqativ hallarla qarşılaşmıyor. Hətta bullying intihara kimi apara bilər. Fiziki qüsurlu şagirdlərlə necə davranırıq? Bax, bəzən müəllimlər yanlış olaraq həmin şagirdə hiss elətdirir ki, mən yazığım gəlir də, yəni sən fiziki qüsurlusan. Əslində burada əsl cavab və əsl yanaşma necə olmalıdır? Digər şagirdlərə necə?
Həmin şagirdə də elə. Sadəcə burada bizim bilməli olduğumuz əsas məsələ inklüzivliyi təmin etməkdir. Yəni şagird əgər fiziki qüsurludursa, inklüzivliyi təmin edirik, nəzərə alırıq. Baxırıq ki, məsələn necə? Gözündəmi, görməsindəmi qüsur var, danışmasındamı, eşitməsindəmi? Ona uyğun biz təlimi neynirik? Planlayırıq. Məsələn, şagird uzaq məsafədən görə bilmir. Ön sırada əyləşdiririk. Boyu nisbətən tutalım, kiçikdir. Digər sinif yoldaşlarının yanında balacadır boyu. Yenə ön sıralarda əyləşdirə bilərik. Bax bu şəkildə. Yəni qəti şəkildə deməyin ki, həmin şagirdə xüsusi mərhəmətlə davranıram. 15. Bizdən gözləntiniz təbii ki, müsahibə mərhələsindən sizlərin də pozitiv rəyi nəticəsində uğurla keçəcəyimə, şagirdlərimlə yenidən təhsil mühitinə, onlarla yenidən görüşə qayıdacağıma inanıram 15 sentyabrda. Yəni bu şəkildə bir cavab ifadə eləyə bilərsiniz. 16. Müəllim işləməyin nə kimi çətinlikləri var? Burada da qeyd edirsiniz ki, xüsusi bir çətinliyi yoxdur. Bəzən, yəni ən çox qarşıma çıxan çətinlik ondan ibarətdir ki, şagirdləri dərsə cəlb edəndə müəyyən çətinlik ola bilər. Yenə də öyrəndiyimiz metodlarla, üsullarla bunun öhdəsindən gəlməyə çalışırıq. 17. Dərs planı nə üçün vacibdir? Ümumiyyətlə, həm illik planlamanın, həm gündəlik planlamanın tərkibini bilməyiniz zəruridir. Növbəti videoda bundan bəhs eləyəcəm. Dərs planı ona görə vacibdir ki, müəllimin bir B planıdır. Əlavə həyəcan, stress, auditoriya qarşısında özünü itirmək kimi problemlər olanda dərs planı həmin o problemləri aradan qaldırır. Bir B planıdır. Dərs planı bir B planıdır, əlavə həyəcanın qarşısına alınır. 18. Diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmə. Ümumiyyətlə qiymətləndirmə üsulları haqqında məlumatlı olun. İlkin qiymətləndirmədir. Dərs ilinin əvvəlində, sadəcə 15 sentyabrda keçirmirik biz bunu. Müəyyən bölmələrin əvvəlində və yaxud da ki, qeyd edə bilərik, yarım ilin əvvəlində, sinifə yeni şagird gələndə, hətta yeni müəllim gələndə diaqnostik qiymətləndirməni keçirə bilərik. Nəticələri harda saxlanır diaqnostik qiymətləndirmənin? Portfolio sənədində. Bunu da bu şəkildə yadda saxlayırıq. 19-da hansı iş formaları var? Təbii ki, fərdi iş formasıdır, cütlə, qrupla, bütün siniflə. Yəni fərdi adından göründüyü kimi təkdir, cüt 2 nəfərdir, qrup 4, 6, yəni bəzən də sinifin sayına bağlı olaraq qruplar bölünə bilər. Yəni 2 nəfərdən çox olur qrupda şagird sayı və kollektivdə bütün siniflə iş forması adlanır. Sonuncu sualımız, sual deyəndə, yəni icmalları qurmağı tam sərbəst bilin. Belə deyim də müəllimlər, mən məsləhət görmürəm ki, icmalı kiməsə yazdırasınız. Çünki icmalı özünüz mərhələlərini, etaplarını bilməlisiniz ki, bəzən sizin hazırlaşmadığınız mövzudan icmal qurmağı tapşıra bilərlər. Ona görə icmal qurmağı neynirik? Sərbəst şəkildə bilirik. Ümumi izahımız bu qədər. Təbii ki, bu videoların davamı olacaq. Siz də bu videoların davamını izləmək üçün mütləq şəkildə kanala abunə olub bildirimi açırsınız və videonu öz dostlarınızla, müəllim həmkarlarınızla paylaşmağı unutmayın.